Bu videomuzda sizlərlə Alman fizikləri və onların Tanrı, din haqqında söylədiyi fikirləri öyrənəcəyik. Vaxt itirmədən başlayaq. ...1921-ci ildə Nobel mükafatı alan və ikinci minilliyin adamı sayılan Albert Einstein. Mən Tanrının dünyanı necə yaratdığını bilmək istəyirəm. Hər hansı ünsürün spektrində bu və ya digər hallar mənə maraqlı deyil. Mən onun düşüncələrini bilmək istəyirəm, yerdə qalan isə təfərrüatlardır. İnsan təbiətin sirlərinə nə qədər dərindən nüfuz edirsə, Tanrını bir o qədər çox xatırlayır. Mən dünyanı nə qədər çox tədqiq edirəmsə, Tanrıya inamım bir o qədər güclənir. Mənim hətta öz məhdud şuurumdan belə qavramağa qadir olduğum kosmosun bütün ahəngdarlığına baxmayaraq, yenə də Tanrının olmadığını iddia edənlər tapılır. Amma məni hər şeydən çox qıcıqlandıran odur ki, onlar öz baxışlarını dəstəkləmək üçün məndən sitat gətirirlər. 1918-ci ildə Nobel mükafatı almış, müasir fizikanın atası hesab edilən Max Planck. Dinlə elmi bir-birinə qarşı qoymaq olmaz, çünki onlar bir-birini tamamlayır. Yəqin ki, hər ciddi və düşüncəli insan dərk edir ki, təbiətinin tərkib hissəsi olan dini inancını qəbul etmək və inkişaf etdirmək vacibdir. Bu məqsədlə ki, insan ruhunun bütün qüvvələri mükəmməl ahəngdarlıqla qovuşsun. Təsadüfi deyil ki, bütün dövrlərin ən dahi mütəfəkkirləri qatı dindar insanlar olublar. Elm və din biri o birini istisna etmir. Onlar bir-birini tamamlayaraq birləşirlər. Elm insana dərk etmə aləti kimi, din isə fəaliyyətdə əldə rəhbər tutmaq üçün lazımdır. 1932-ci ildə Nobel mükafatı almış Werner Heisenberg. Təbiətşünaslıq badəsindən alınan ilk qurtumdan ateizm doğur, qabın dibində bizi Tanrı gözləyir. Din etikanın təməlidir, etika isə həyatımızın zəminidir. 1945-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatı almış Ernst Chain. Həmişə demişəm ki, həyatın necə meydana gəlməsinə dair əhəmiyyətsiz ehtimallar mənasızdır. Axı ən sadə hesab olunan canlı sistemlər belə o qədər mürəkkəbdir ki, mümkün deyil ki, onlar alimlərin milyon illər əvvəl baş vermiş izah olunmaz şeyləri izah etməyə cəhd edərkən üz tutduqları həddindən artıq primitiv kimya nöqteyi nəzərindən başa düşülsün. Tanrını bu qədər sadəlövh ideyalarla eyniləşdirmək olmaz.